Deməli, uyğunluğu müəyyən edin deyir. Deməli, biz şagirdlər doğrudur və yanlışdır seçməliyik. Baxırıq, bizə deyir ki, sual cümlələrinin xəbəri əmr şəklində ola bilər. Bunu bayaq demişdik. Bəli, məsələn, bu hədiyyəni sənə verimmi deyəndə, verim, mən verim sənə. Bu olacaqdır əmr şəklində, m ədatı qoşulanda olur sual cümləsi. Amma normalda yenə də əmr şəkli olur şəkli etibarilə. Ona görə A doğrudur. Sadə nəqli cümlənin xəbəri feilin bütün şəkilləri ilə deyir, ifadə edilə bilir. Bu yanlışdır. Sadə nəqli feilin bütün şəkilləri ilə deyir, ifadə edilə bilir. Bütün şəkilləri deyəndə feilin nəqli cümlə deyirsə, əmr şəkli ilə ifadə edilə bilərmi xəbər? Xeyr. Nəqli cümlənin xəbər deyib bütün şəkillər ola bilər. Məsələn, arzu şəkli ola bilməz, xəbəri, əmr ola bilməz. Ona görə yanlışdır. Əmr cümlələrinin xəbəri hər üç şəxsdə olur. Deyəndə bu düzdür. Mən yazım, sən yaz, o yazsın. Hər üç şəxsdə ola bilir də. Sonra, nəqli cümləni intonasiyanı dəyişməklə sual və ya əmr cümləsinə çevirmək olar deyir. Bu yanlışdır. Nəqlini əmrə yox, suala hardasa çevirmək olar. Amma əmrə çevirmək olmur. Əmr olması üçün xəbərin əmr şəklində olması lazımdır. Ona görə də A variantı olacaq burada.